deməli belə. Burada heç nastrenam yox idi. Ona görə mən də sonradan səsləndirməni seçdim. Uşaqları məktəbə aparmışdım. Oradan gəldim mamagilə. Sonra mamamın güllərini çəkdim. Mamamın güllərini çəkəndən sonra qablara baxdım. Mənə gülü qablar lazımdır. Sonra gördüm ki, bu qablar mənim qablarımdır. Yəni əvvəllər mən vermişəm. Sonra mamada nə bilim başqa işlətmədiyi qablardan götürdüm. Məndə əkiləsi güllərim, əkiləsi çox şeyim var. Yəni bitkini sevirik. Həm mama, həm mən bitkiləri, gülləri çox sevirik. Nə bilim, belə vloglar çəkmək istəyirəm, amma yenə də dediyim kimi həvəs olmur. Bəzən nastrenalarım bu aralar çox yerlə birdir demək olar ki. Bu qızıl gülləri də mama əkib, hamısını qablara. Görürsünüz də belə su qablarını kəsib, əkib, hamısını qələmədən kökləndirib. Bax bunları da hamısını qələmədən kökləndirib. Bunlardan da mən də aparıb əkəcəm. Yılbaşı, yeni il gülləri. Quşların səsini qulaq asıram. Ağaclar yarpaqlayıb. Burada həqiqətən quşlar çox qəşəng cikildəyir. Çox qəşəng oxuyur. İnsana həqiqətən. Orada da mənim toyuqlarım var. Gətirib toyuqları atmışam mama gilə. Hələlik orada qalacaqlar. Sonra yenə aparacağım. Bu da qızıl güldür. Bundan məndə də var. Çox qəşəng qızıl güldür. Həqiqətən qoxulu, iyili qızıl güldür. Burada mama ilə gətirdik biz bunu. Əslində atmışlar zibilliyə bu taxtanı. Bir təhər gətirdik bura. Qəşəng mamam içinə güllər əkdi. Bax bu da xiyar. Hətta xiyar ştili belə əkib içinə. 4 dənə xiyar ştili əkib. Sonra gül toxumları səpdik içinə. Torpağı belə özümüz araba ilə gətirdik. Qazdıq. Nə bilim o tərəfdə bir yeri vardı. Oradan gətirdik, doldurduq. Burada da toxum gülləri əkdik. Sonra nə bilim belə işlər. Qəşəng için mən evdən gül aparmışdım. Ora əkdik bütün gülləri. Orada da xurma ağacı var. Xurma ağacını da təzə əkməyib əslində. Amma baxın bu gülləri də mənə gətirmişəm.